Püstə sahib qızı. Hekayə. Atam niyə məni istəmədi? Gecənin səsi qəribə idi. Külək pəncərəni döyürdü. Yağış isə sanki göydən yox, bir qadının gözündən yağırdı. Aysel hər axşam olduğu kimi telefonu əlinə aldı. Ekranda yenə onlayn yazılmışdı. Amma o adam artıq ona yazmırdı. Bir vaxtlar sənsiz nəfəs ala bilmirəm deyən adam indi onun bir necəsən sözünə belə möhtac qoymuşdu onu. Aysel hər gecə o köhnə mesajları oxuyurdu. Silməyə əli gəlmirdi. Çünki bəzi insanlar gedəndən sonra səsinə yox, bir cümləsinə bağlanırsan. Aylar keçdi, Aysel tək qaldı. Qəlbində yarımçıq bir sevgi, qucağında isə atasını heç görməyən bir oğul böyüyürdü. Balaca hər gecə eyni sualı verirdi. Ana, mənim atam hardadır? Aysel göz yaşını gizlədib gülümsəyirdi. Uzaqdadır, balam. Amma bilmirdi necə desin ki, bəzi atalar uzaqda olmur, sadəcə ürəksiz olur. Bir gecə uşaq bərk xəstələndi. Aysel onu xəstəxanaya çatdırdı. Balaca nəfəs almaqda çətinlik çəkirdi. Son gecə gözlərini yavaşca açdı. Zəif səslə soruşdu. Ana, atam məni niyə istəmədi? Ayselin ürəyi parçalandı. Cavab verə bilmədi. Uşaq balaca əlləri ilə atasının şəklini sinəsinə sıxdı. Mən onu çox istəyirdim, dedi və gözlərini bir daha açmadı. O gündən sonra Aysel yaşamağı unutdu. Bir axşam qapı döyüldü. Qarşısında illər əvvəl onu tərk edən adam dayanmışdı. Üzü solğun, gözləri peşman idi. Məni bağışla, dedi titrəyən səslə. Səni çox gec başa düşdüm. Aysel sakitcə ona baxdı. Nə qışqırdı, nə ağladı. Çünki bəzi qadınların göz yaşı bir gün quruyur. Kişi asta səslə soruşdu. Bəs oğlum hanı? Ayselin əlləri titrədi. Şkafdan balaca bir köynək çıxartdı. Köynəyin üstündə balaca hərflərlə yazılmışdı. Canım atam. Kişi köynəyi sinəsinə sıxıb dizlərinin üstünə çöktü. Yox, yox, belə etmə, deyə hönkürürdü. Ayselin gözündən bir damla yaş süzüldü. Xəstəxanada son sözü bu oldu. Ata niyə məni istəmədi? O an otaqda elə bir sükut oldu ki, yağışın səsi belə kəsildi sanki. Kişi uşaq kimi ağlayırdı. Amma artıq çox gec idi. Çünki bəzi insanlar sevdiyini itirəndə yox, gecikəndə məhv olur.